Sualtı texnologiyalar üzrə peşəkar tərəfdarlarımızdan biri olan Sokar Dalğıc şirkətinin nümayəndəsi Rəyad Babayev ilə birlikdəyik. Sualtı texnologiyalar və dalğıc əməliyyatları sahəsində ən vacib məqamlar hansılardır? Gənclər bu bacarıqları necə inkişaf elətdirə bilərlər? Ən vacib məqamlardan biri düşünürəm ki, bu təhlükəsizlik məsələsidir. Çünki bu təhlükəsizlik məsələsi təkcə sualtı texnologiyalarda deyil, bütün sahələrə tətbiq olunmalıdır. İkinci, gənclər özlərini texniki inkişaf etdirməlidir. Bir də komandada işləməyi bacarığı. Çünki sualtı texnologiyalarda işləyərkən mütləq dalğıc suyun dibindədirsə, onun həyatı üçün quruda duran başqa komanda üzvləri cavabdehdir. STEM sahəsində təhsil alan uşaqlar arasında sualtı robotlar və dəniz texnologiyalarına maraq artır. Sizcə bu sahədə gələcəkdə onları hansı imkanlar gözləyir? Gələcəkdə bu sahədə böyük iş imkanları dünyanın bütün ölkələrində demək olar ki, bu sahə inkişaf edir. Eləcə də regionda. Ona görə əgər gənclər indidən bu sahə ilə maraqlanırlarsa, gələcəkdə olan perspektivləri daha da artır. Bu gənclər gələcəkdə Sokarın məhdud sahələrdə hazır kadrlardır demək olar ki. Çünki indidən inkişaf elətdirməklə gələcəkdə fikirləşirəm ki, Sokarın həm Azərbaycan və həm də regiondan kənarda olan ofislərində, proyektlərində yer ala biləcəklər. Bu sahədə gələcək mütəxəssislərə, gənclərə tövsiyəniz nə olardı? Davamlı öyrənmək, texnologiyalar dünyada dəyişir. Texnologiyaları daim izləmək və ən əsas yeniliklərə açıq olmaq.